Gələn il yanvarın 1-dən ölkəmiz yaşıl kart sığorta sisteminə keçəcək. Bu, sürücülərin Avropaya rahat gediş-gəlişini təşkil etməklə yanaşı, onların yolda qarşılaşdıqları istənilən problemin rahat həllinə səbəb olacaq. Yaşıl kart sığorta sistemi ilk dəfə 1953-cü ildə tətbiq olunub. Bu kart sığorta sisteminə üzv olan ölkələrin ərazisində etibarlıdır. Hazırda yaşıl kart sisteminə Avropa, Asiya və Afrikanın 46 üzvü daxildir. Azərbaycan isə 1998-ci ildən bu sığorta sisteminə üzv olsa da, gələn ildən tətbiq olunacaq. Sürücülər səfər etdiyi xarici ölkənin ərazisində müəyyən bir qəza törətdikləri zaman həmin ölkənin milli qanunvericiliyi, həm də orada kompensasiya məbləğləri, bir çox hallarda məhkəmə çəkişmələri onların üçün əməlli başlı baş ağrısına çevrilmişdir. Artıq bu sistemin tətbiqi ilə bu kimi problemlər bir xeyli yüngülləşəcək. 2016-cı ilin 1 yanvarından isə artıq Azərbaycanda yaşıl kart sığorta şəhadətnamələrinin satışına başlanacaq. Yaşıl kart sığorta şəhadətnaməsini Azərbaycanda icbari sığorta bürosuna xüsusi belə deyək də xidmət haqqı ödəyərək yaşıl kart sığorta sisteminə qoşulmuş hər hansı bir sığorta şirkətindən vətəndaşlarımız əldə edə bilərlər. Qiymətlərə gəlincə bu 3 kateqoriya üzrə müəyyənləşir. Qiymətlər maşının növü və sığortanın müddətindən asılı olaraq 30 manatdan 500 manata dək dəyişə bilər. Sürücülər həmin yaşıl kart şəhadətnamələrini 1 aylıq, 3 aylıq, 6 aylıq və 1 illik əldə edə bilərlər və təbii ki, qiymət də buna görə dəyişir. Eyni zamanda sığorta haqqının məbləği avtomobillərin, minik avtomobilləri üçün onların mühərrikinin həcminə görə, avtobuslar üçün sərnişin daşıma və sərnişin tutumuna, oturacaqların sayına görə, yük avtomobilləri üçün isə daşıdığı yükün və yaxud da tonnajına görə bu qiymətlər dəyişir. Qeyd edək ki, yaşıl kart sığorta sistemi qonşularımızdan Türkiyədə 1964-cü, Rusiyada isə 2009-cu ildən tətbiq edilir. Orxan Rasipoğlu, Elçin İbadov, Tural Abbasov, Çarçın.